Əlbəttə ki, neftin istehsalı azalır, qiyməti aşağı düşür və neft gəlirləri, məsələn, ötən illə müqayisədə 17% azalıb. Bu üzdə olan səbəbdir. Yəni, bugün xalqımızın yaşadığı sosial məşəqqətin üzdə olan ilkin səbəbi, belə deyək də, birbaşa gözə girən səbəbi neftin qiymətinin düşməsi və istehsalının aşağı düşməsidir. Amma geniş mənada baxanda, əslində, deməli, Azərbaycanda indi yaşanan sosial problemlərin əsas səbəbi siyasi səbəbdir, idarə etmə ilə bağlı səbəbdir. İlk növbədə korrupsiya və monopoliya ilə bağlı səbəbdir. Baxın, indi məsələn Azərbaycanlılar dərmanları xaricdə olduğundan neçə dəfə baha almalı olurlar. Bəzi ölkələrdən 3-4 dəfə, bəzilərindən 6-7 dəfə Azərbaycanlılar dərmanı baha almalı olur. Bunun neftin istehsalına nə dəxli var? Azərbaycanlılar ərzağı, həmin əti, yağı digər ölkələrdən, dünya bazarından, bax bizim öz ölkəmizə gətirilən qiymətdən nə qədər baha alırlar? Niyə görə baha alırlar? Eləcə də maşını, məsələn, elektrotexnikanı, bütün bunların hamısını Azərbaycanlılar nəyə görə bütün digərlərindən baha alırlar? Hətta bu internet qiymətləri, mobil telefon, bunun neftə qaza nə aidiyyatı var? Nəyə görə Azərbaycanlılar internet xidmətlərinə, mobil telefona görə ən çox pulu ödəməlidirlər Azərbaycanlılar? Nəyə görə ölkədə bu qədər cərimələr olmalıdır? Ona görə də, bax, birinci səbəb həmin bu korrupsiya və monopoliyadır. Əgər korrupsiya və monopoliya olmasaydı, ölkədə real iqtisadiyyat olardı. Real iqtisadiyyat olsaydı, neftdən, qazdan bu qədər biz asılı olmazdıq. Deməli, bax, birinci səbəb budur. İkincisi, hökumətin bacarıqsızlığıdır. İlham Əliyev 22 ildir hakimiyyətdədir. 22 ildə 100 milyardlarla dollarlıq neft satılıb və xərclənib. Amma Azərbaycanın bu gün də ixracatının 90%-ə qədəri neft və qazdır. Diversifikasiyadan, iqtisadiyyatın şaxələndirilməsindən danışılıb, amma iş görülmür. Ölkənin real iqtisadiyyatı yoxdur. Ölkənin bu günləri qeyri-neft sektoru balaca, heç bir resursu olmayan Ermənistan qədər də deyil, Gürcüstan qədər də deyil. Deməli, ölkədə hakimiyyətin idarə etməsinin yarıtmaz olmağı bugünkü vəziyyəti gətirib çıxardı. Azərbaycan hakimiyyətinin birbaşa siyasətinin nəticəsidir, bax, bugünkü yoxsulluq. Hər şeyi qoyaq bir tərəfə. Bugün, bax, konkret bugündən danışırıq, büdcəmizdə 4,5 milyard manat profisit var. Niyə görə o profisit Azərbaycan xalqının sosial problemlərinin həllinə yönəlməsin? Nəyə görə bu qədər profisi olan ölkənin fiziki şəxslərinə əlavə, deməli, vergi tətbiq olunsun? Nəyə görə bu qədər profisit büdcəsində olan ölkənin həmin o evini, öz evini icarəyə verib dolanan insanlara əlavə vergi tətbiq eləsin? Və digər bütün o vergilər, bütün o cərimələr hamısı nəyə görə tətbiq olunur? Büdcəyə 1-2 milyard əlavə pul gətirsin. Sən nə 1-2 milyard axtarırsan ki, bu saat elə 4,5 milyard var da profisit. Artıq onu hardansa kəsmirsən, artıq onu xalqdan almısan. Yoxdur artıq, xalq üçün o yoxdur pul. Bəs kimin üçündür? Kimin üçün saxlanılıb o 4,5 milyard? Əgər pul azalıbsa, hökumət normal olsa, yaxşı, keçmişdə qalıb. Əvvəlki illərdə korrupsiya da olub, monopoliya da olub. İndi aç ölkənin qapılarını. İndi korrupsiyanı dayandır. Bax, təkcə gələn ilki büdcədə korrupsiyaya aid olan milyardları saxlayın, hamıya deyin ki, artıq gələn ildən vəziyyət pisdir və deməli, həmin o milyardlar mənimsənilməyəcək. Və ondan sonra görün, heç əlavə vergiyə ehtiyac olurmu? Əlavə cəriməyə ehtiyac olurmu? Olmayacaq. Çünki təkcə korrupsiya hər il büdcədən milyardlarla pulu alır xalqımızın əlindən. Təkcə bax, o korrupsiya büdcəsinin hesabına. Sizə bax, anlaşıqlı olmaq üçün bir neçə misal da çəkə bilərəm. Bax, bu arada insanları nə qədər hiddətləndirdilər, istifadə eləmədikləri insanların, deməli, qaza görə, elektrik enerjisinə görə abunə adı ilə hər abunəçidən 1 manatdan pul yığacaqlar. Nə qədərdir pul? Nə qədər pul eləyir bu? Lap olsun uzaqbaşı 3 milyon nəfər abunəçi, hər aya 3 milyon manat, 12 aya 36 milyon manat. 36 milyon manat bu abunədən, 36 milyon manat bu o biri abunədən. İndi bu saat bu həbs olunan icra başçılarının birindən bu pul çıxır da. Bəs niyə o icra başçılarının, nazirlərin, digərlərinin pulları büdcəyə gəlmir?
Niyə görə? Bax, onların həbsindən gələn pullar niyə görə bu sosial problemləri həll eləmir ki, təzədən xalqdan o manat toplamaq fikirlə düşür Azərbaycan hakimiyyəti? Bəs necə olur ki, bu adamlar vurulanda hökumət sayır bunların gəlirlərini milyardlarla? Elə deyil. Yadınıza salın, görün neçə nəfərin haqqında milyardlıq əmlak siyahıları elan ediblər. Lap olsun 100 milyonlarla. Bəs yaxşı, bu qədər bu oliqarx vurulur. Əmlakı müsadirə olunur güyədə. Bəs niyə görə onlar büdcədə oturmur? Elə bircə nəfər oliqarxdan alınan pul, əgər əl dəyişməsə, birbaşa büdcəyə getsə, o tibbi sığortadan ən böyük xərcimiz odur da gələnki büdcədə. 500 milyon manat azalmanı ödəyə bilərsiniz. Bircə oliqarxın əmlakını açıq şəffaflıq şəraitində deməli satın, hərracda keçirdin büdcəyə, millətə elan eləyin ki, bax bu oliqarxdan bax ki, biz bu qədər pulu topladıq, satdıq onun əmlakını, cinayətkar yolla əldə olunmuşdu və köçürdük büdcəyə, tibbi sığortada yarım milyard kəsirimiz var idi, onu ödədik. Onu ödədik biz bu filan oliqarxların pulu ilə, Ədnan Əhmədzadənin pulu ilə, Vasif Talıbovun pulu ilə, Ramiz Mehdiyevin pulu ilə və digərlərini. Niyə bunu eləmirsiniz? Əgər hökumət olsa, şəffaf işləsə, Azərbaycanlılara bu şəkildə divan tutmağa ehtiyac qalmaz. O nəqliyyatdakı qəpiklərlə, o deməli suyun, qazın, digər kommunal xərcləri artırmaqla, bütövlükdə bilirsiniz, sadə insanlar üçün bu ağırdır. Hə, üst-üstə bir neçə, 1, 2, 3 milyard arası pul toplanır da bu yolla. Bütün o əlavə rüsumlarla, əlavə vergilərlə, əlavə cərimələrlə, qiymət artımları ilə, onun hamısının bir yerdə maliyyəti nə qədər eləyər? Ən uzağı 2-3 milyard arası. 2-3 milyardı siz bir ilin o dırnaq arası büdcədə olan o investisiya büdcəsi var ha, onu təmiz xərcləməklə əldə edə bilərsiniz. Elan eləyin ki, indi vəziyyət pisdir. Artıq bundan sonra büdcə vəsaitlərində, dövlət satın almalarında heç bir korrupsiya olmayacaq. Biz bunu bilirik axı. Ərəb baharı başlayanda, yaşı çatanlar xatırlayacaqlar. Ərəb baharı başlayanda Azərbaycan hakimiyyəti də qorxmuşdu. Və o zaman hamıya göstəriş verilmişdi ki, rüşvət dayandırılsın. Yadınızda deyil, bir neçə ay heç kim rüşvət almadı. Azərbaycanda rüşvət də, korrupsiya da hamısı icazə elədi. Elan eləyin ki, artıq vəziyyət ağırdır. Neft gəliri azalıb, gələn ildən yanvarın 1-dən, lap hətta tutaq ki, yanvarın 1-nə qədər də köhnə qaydada davam edir. Yanvarın 1-dən daha korrupsiya olmayacaq. Dövlət satın almalarında həqiqətən də həmin tikinti üçün, həmin görüləcək iş üçün, həmin işlər üçün məhz görüləcək iş qədər vəsait ayrılacaq. Məsələn, həmin o 2-3 milyard olacaq. Həmin o 2-3 milyard olacaq. Həmin bax o danışdığım haqqında, məsələn, qaza görə, elektrik enerjisinə görə abunələrdən toplanacaq o 72 milyon manatı bircə körpünü, tikintisini səliqəli eləsəz, korrupsiyasız eləsəz, oradan Azərbaycan dövlətinə qalar. Bircə körpünün. Bir dənə də tuneli səliqəli korrupsiyasız çəksəz, orada artıq nəqliyyatda qiymət artımına da ehtiyac qalmaz. Başqa bu şəkildə bütün dövlət hesabına görülən işlərdə oğurluğun kəsilməsi Azərbaycanda bu şəkildə insanların son ümidi olan o pullara göz dikilməsinə gətirib çıxarmaz. Amma Azərbaycan hakimiyyəti nə eləyir? Azərbaycan hakimiyyəti ona üstünlük verir ki, eybi yox. Qoy Qarabağ qəhrəmanı olan veteranlar illərlə qiymətdən düşən o 80 manata möhtac qalsınlar. Qoy o axıl vətəndaşlar, hansıları ki 30-40 il dövlət adına istismar olunub, işləyiblər. Amma onların hesabından sosial müdafiə fonduna pul köçürülməyib və onlar pensiya ala bilmirlər. Qocalıq müavinəti ilə yaşayırlar. Onlar 220 manatla sürünə-sürünə yaşasınlar. Qoy insanlar, xəstə insanlar o dərmanları 4-5 dəfə baha qiymətinə alsınlar. Qoy korrupsiya mexanizmi bundan sonra da indiyə qədər olduğu kimi işləsin. Amma biz imkanımız var olsa bu dilsiz, ağızsız insanlardan hələ də pul çıxarda bilərik. Bu arada deməli mənim bu mövzuda olan çıxışlarımın birinə demək bir maraqlı şərh yazılmışdı. Mənim çox diqqətimi cəlb elədi. Və o şərhə çox adam da belə dəstək vermişdi. Bir sadə vətəndaş yazmışdı ki, mən belə başa düşürəm ki, hökumətə elə gəlir ki, bizdə pul var. Başa düşmür ki, biz artıq sürünürük. Biz artıq yaşaya bilmirik. Bəli, Azərbaycan hökuməti hesab eləyir ki,
bu haqqını, hüququnu müdafiə edə bilməyən insanlarda hələ də pul var və onları sıxmaq olar. Vergini də, rüsumu da artırmaq olar, qiymətləri də artırmaq olar. Onsuz da nə çarələri var ki? Etiraz eləmək imkanı yox. Etiraz edənlərə ağır ittihamla hamısını həbs elətdirərəm. Deməli, etiraz imkanı yoxdursa, məcburdular dözməyə. Nəyə görə adət edilmiş artıq bu korrupsiya mexanizminə əl gəzdirək ki? Nəyə görə dövlətin qapılarını açaq ki, xarici investisiyalar gəlsin ölkəyə? Bəli, bircə xarici investisiyaların üzünə dövlətin qapılarını açmaqla, ölkə iqtisadiyyatını xarici investisiyalara açmaqla neçə milyard Azərbaycana xarici sərmayə gələ bilər, nə qədər gerçək iş yeri yarana bilər, nə qədər vergi toplana bilər. Amma eləmirlər. Niyə görə eləmirlər? Çünki ən asanı alışdıqları işdir. Alışdıqları iş nədir? Alışdıqları iş bax bu şəkildə korrupsiya piramidası qurmaq, Azərbaycan xalqının cibinə girmək, Azərbaycan xalqının yoxsulluğu hesabına varlanmaq.